Biz sizinlə məşhur proqramlaşdırma dillərindən biri olan Delphi ilə tanış olacaq. Delphi Turbo Pascal əsasından yaradılıb, sonradan mükəmməlləşdirilən bir dildir. İşləyəcəyimiz platforma Rad Studio 10 Seattle olacaq. Bəzi adamlar platforma ilə dili səhv salırlar. Proqramlaşdırma dilləri müxtəlifdir. Məsələn, Java, C++, PHP, Delphi, Basic və s. Hər hansı bir platformada isə bir neçə dillər bir yerdə birləşdirilə bilər. Məsələn, Rad Studio 10 Seattle bizə Delphi və C++ dillərində proqram yazmağı təklif edir. Dərslərimiz asandan mürəkkəbə doğru qurulacaq. Dərslər proqramlaşdırma haqqında heç bir təsəvvürü olmayan, amma həvəsi olan adamlar üçün nəzərdə tutulub. Gəlin əvvəlcə yeni proyekt yaradaq. Bunun üçün File, New, Local Form Application Delphi əmrini seçmək lazımdır. Gördüyünüz kimi Rad Studio dərhal bizim üçün yeni forma yaratdı. Rad Studio vizual görünüşlü proqramlaşdırma platformasıdır. Burada çoxlu saylı komponentləri bu gördüyünüz bu sahəyə gətirmək olar. Məsələn, düymə, mətn yazmaq üçün komponentlər və s. Komponentlər bura gətiriləndə Rad Studio avtomatik olaraq onlar üçün kod yaradır, yəni bizdən gizli sürətdə, bizə kömək məqsədi ilə. Gəlin proqramın interfeysi ilə tanışılaq. İlk növbədə sol tərəfdə struktur panelinə fikir vermək lazımdır. Struktur paneli bizdə yerləşən komponentlərin siyahısını göstərir. Forma özü də komponent olduğu üçün hal-hazırda struktur panelində təkcə formanın adı var. İndi isə gəlin formaya bir neçə element əlavə edək. Bunun üçün Tool Plate panelinə keçmək lazımdır. Tool Plate panelində bizə komponentlər, hazır komponentlər verilib. Hazır komponentlərin siyahısı burada həddindən artıq çoxdur və biz özümüz də burada komponentləri internetdən əlavə edə bilərik, amma bu haqda biraz sonra. Gəlin standart komponentlər burada daxil edək. Məsələn, button götürək. Elementi formaya bir neçə üsulla daxil etmək olar. Ya onu götürüb dartmaq olar, mümkündür. Dartmaq mümkündür. Və yaxud 2 dəfə düymənin üstünə vurmaqla və yaxud bir dəfə düyməyə vurub, bir dəfə isə formaya vurmaqla elementi gətirmək olar. Gördüyünüz kimi elementlərin qıraqlarında xırda dairəciklər göstərilib. Onların köməyi ilə elementin ölçüsünü dəyişmək olar. Elementi tutub formada biz istədiyimiz yerə də apara bilərik. Bunun üçün formada bizə köməkçi setkada verilib, köməkçi setkada göstərilib. Bir neçə digər element əlavə edək. Məsələn, mətn yığmaq üçün sətir və yaxud başlıq yazmaq üçün, hansı bir yazı yazmaq üçün label elementlərini biz daxil edə bilirik. Elementləri formaya gətirəndən sonra biz görürük ki, struktur panelində siyahı yeniləndi. Yəni, formaya gətirilən elementlər burada əks olundu. Həm də biz bilməliyik ki, burada formada yerləşən digər elementlər müəyyən qədər formadan asılı elementlər adlanır. Yəni, bunlar formaya daxildir. Və gördüyünüz kimi siyahıda da qol formasında bu elementlər birbaşa formaya daxil olduğu, ona aid olduğu göstərilir. Digər bir vacib panel də Object Inspector panelidir. Bu sol tərəfdə aşağıda yerləşən paneldir. Bu panel vasitəsilə bizim element komponentlərin xüsusiyyətlərini dəyişmək mümkündür. Elementi formada 3 üsulla seçmək olur. Ya onu formada biz seçə bilərik və yaxud struktur panelində seçə bilərik və yaxud Object Inspector pəncərəsinin yuxarı hissəsində yerləşən bu siyahıdan onu götürə bilərik. Məsələn, götürək, button 1-in adını dəyişək. Bunun üçün onu seçib, Object Inspector pəncərəsində Caption sətrinə keçmək lazımdır. Və burada biz düymə sözünü yazsaq, dərhal bu ad düymənin özünə, formada yerləşən düyməyə yiyələnəcəkdir. Artıq onun adını biz dəyişmiş olduq. Bu onun görünüş adıdır. Düymənin adətən 2 adı olur, yəni proqram adı onun name sətrində yerləşir. Name sətrində yerləşir. Görsənən adı isə caption sətrində, yəni bunları qarışdırmaq lazım deyil. Name sətri həmişə ingilis dilində yazılmalıdır, çünki bu istifadə olunanda kodda istifadə olunur, çox vacibdir. Yəni bunu dəyişəndə də həmişə ehtiyatlı olmaq lazımdır, bilmək lazımdır ki, hansı adı dəyişirsiniz. Amma burada görünüşdə isə siz istədiyiniz bir adı düyməyə verə bilərsiniz. Dediyimiz kimi forma özü də komponentdir, yəni biz formanı da seçib onun xüsusiyyətini dəyişə bilərik. Məsələn, Object Inspector pəncərəsində width və bu formanın eyni dəyişə bilərik. Məsələn, burada biz 700 yazsaq,
Enteri basandan sonra dərhal formanın ölçüsünün dəyişdiyini görürük. Yəni eyni böyüdü. Və yaxud hündürlüyünü dəyişmək üçün Edit pəncərəsində biz lazım olan rəqəmi yazıb Enteri vurandan sonra artıq onun hündürlüyünün də çoxaldığını görürük. Və yaxud bizə lazım olan ölçünü biz sadəcə siçanla onun qıraqlarından tutaraq istədiyimiz bir ölçüyə sala bilərik. Artıq bizim proqram hazırdır. Düzdür, biz bir sətirdə kod belə yazmadıq. Bütün bu işləri bizim üçün Rad Studio gördü. Proqramı işə salmaq üçün yuxarı hissədə yerləşən bu düymələrdən istifadə etmək olar və yaxud F9 düyməsindən istifadə etmək olar. Düyməni basandan sonra biz proqramımızın hazırlandığını görürük. Hal-hazırda bu çox sadə bir proqramdır. Demək olar ki, heç bir iş görmür. Yeganə biz sətirdə istədiyimiz bir məlumat yaza bilərik. Düymə basılsa da heç bir əmri vermir, yəni heç bir iş görmür. İndi isə proqramın exe faylının yaradılmasına baxaq. Bunun üçün proyekti yaddaşa vermək lazımdır. File save project as əmrini seçirik və iş masasında papkada onu proyekti yaddaşa verək. Sonra biz yenə run düyməsini sıxanda artıq bizim qovluğa gedib getsək və burada Delphi qovluğunda görürük ki, proqramın faylları verilib. Burada project faylları bizim proyektin fayllarıdır. Win32 papkasına girsək, burada da debug papkasının içində proyekt 1 exe faylı göstərilib. Bu fayl artıq hazır proqramdır. Yəni Rad Studio'dan fərqli də bu proqram istənilən bir yerdə artıq işləyəcək. Proqramımız heç bir iş görmür. Gəlin müəyyən iş görməyi ona yiyələndirək. Bunun üçün hadisələrdən istifadə eləməliyik. Bunun üçün hadisələrdən istifadə eləməliyik. Hadisələri Object Inspector'ın Events pəncərəsində təyin etmək olur. Bunun üçün Events bölümünə keçirik və burada bu hər hansı bir elementin, yəni formada seçilən elementə aid hadisələrin siyahısı verilir. Məsələn, düyməni sıxmaq üçün onClick hadisəsi burada var. Bura girmək üçün ya onClick sətrinin üstündə 2 dəfə vurmalıyıq və yaxud düymənin üstündə 2 dəfə, fərqi yoxdur. Hər iki halda biz dərhal kod pəncərəsinə keçirik. Kod pəncərəsindən dizayn pəncərəsinə, yəni görünüş pəncərəsinə aşağıda yerləşən kod Dechange bölümü və yaxud F12 düyməsi vasitəsilə keçmək olur. Yəni F12 düyməsi vasitəsilə koddan dizayn arasında keçidlər etmək olur. Kod pəncərəsində biz görürük ki, artıq Delphi bizim üçün hazır kod yaratdı. Yəni bu hadisənin onClick düymənin basılması əmrini biz prosedurun tərkibində yazmalıyıq. Kod begin və end sözləri arasında yazılır. Gəlin indi hər hansı bir sözü ekrana verək. Delphi'də sözü ekrana vermək üçün hazır prosedura var. Proseduranı biz hələlik hər hansı bir proqram kodu kimi, hazır proqram kodu kimi başa düşək, sonradan baxdıq daha ətraflı danışarıq. Bunun üçün aşağıdakı əmri begin və end sözləri arasında yazmaq lazımdır. Show mesaj. Burada artıq hazır proseduradır. 2 dırnaq işarəsi qoymalı. Mütərizənin arasında 2 dənə dırnaq işarəsi qoyuruq və burada Salam Azərbaycan sözünü yazanda Salam Azərbaycan. Və sonda Delphi'də belə bir iş var ki, hər əmrin sonunda nöqtəli vergül işarəsi qoyulmalıdır ki, biz kodun yekunlaşdığını bildirək. Düzdür. Həm kod təkdirsə, bu işarəni qoymağa ehtiyac yoxdur. Amma kod çox olanda, yəni fərqli əmrlər olanda hökmən onları nöqtəli vergül işarəsi ilə bölürlər. Artıq biz run əmri vasitəsilə bizim proqramı yenidən işə sala bilərik. İndi biz burada da düyməni bassaq, Salam Azərbaycan sözü görürsünüz ki, ekrana gəlir. Yəni düymə artıq iş görür. Söz ekrana gətirir. Gəlin digər bir iş görək. İndi bizim ekranda label sözü var. Gəlin düymə vasitəsilə labeli dəyişək. Bunun üçün yenə düymənin onClick-inə girək. Buradakı əmri silək. Bilmək lazımdır ki, hər hansı bir hadisədən formada yerləşən digər elementlərin, xüsusiyyətlərin, hadisələrin dəyişmək olur. Bunun üçün biz kodun tərkibində ona müraciət eləməliyik. Müraciət eləmək üçün birinci növbədə onun adını yazmaq lazımdır. İlk növbədə məsləhət görürəm ki, sizə əvvəldən siz
başlayın birinci növbədə formanın adını yerləşin. Çünki bütün elementlər formada yerləşir. Form 1 yazandan sonra nöqtə işarəsini qoyursunuz. Artıq formanın tərkibində yerləşən elementlər sizə görsənəcək. Burada biz labelə keçirik. Yenə də nöqtə qoyuruq və artıq labelin öz xüsusiyyətləri gəlir. Burada caption yazandan sonra yenə enteri basırıq və bura captiona bu xüsusiyyətə biz hər hansı bir sözü yiyələndirməliyik. Delfidə yiyələndirmə işarəsi 2 nöqtə bərabərdir. 2 nöqtə bərabər və sözləri isə dırnaq işarəsi arasında yazmaq lazımdır. Məsələn, burada yazsaq biz Azərbaycan və sonda da nöqtəli vergül işarəsini qoyuruq. İndi yenə run düyməsini çıxandan sonra biz düymənin üstünə vursaq, görürük ki, label dəyişdi və Azərbaycan adını aldı. Artıq biz sizinlə sadə proqramları yazmağı bacarırıq. Kanala üzv olun və yeni dərslərdən məlumatlanın.